Görün mənə, Ana adlı bu şeirdən başqa janrda əsərlər varmı ədəbiyyatımızda? Bəli, var. Aha, hansı əsərimiz var? Mən Hüseyn Cavidin anaları Yox, Ana təkcə əsəri. ana mövzu Ana olaraq. dramı. Hüseyn Cavidin. Aha, Hüseyn Hüseyn Cavidin Cavidin ana dramı. Baxın, adı anadır ikisində də. Burada da şeirimizin adı anadır, orada da Mənzum faciəmizin adı anadır. Eyni adlı müxtəlif janrlı əsərdir. Mövzu baxımından təbii ki, ana mövzusu ədəbiyyatımızda vətən mövzusu kimi, məhəbbət mövzusu kimi əsas baza mövzulardan biri də həmişə ana mövzusu olmuşdur. İndi gəlin keçək bu əsərin forma məzmun baxımından təhlili məsələsi. Deyin görün mənə, adına müraciət edim, hamıya sual düşmüş olsun. Yoldaşlarımızdan Fidan müəllimə. Fidan müəllimə, siz deyin görün mənə. Cəfər Cabbarlının ana şeiri əruz vəznindədir yoxsa heca vəznində? Heca vəznində. Əruz vəznində yazılır, müəllimə dörtlük şəklindədir, tərənnüm əsasında lirik baxın, növdə yazılmış əsər. əruz vəznindədir. Bənd formasındadır, qafiyə quruluşu da ABC1. Hansı bəhrindədir? Əruzun hansı bəhrindədir? Müctəz bəhrində. Müctəz bəhridir. Bu çox az istifadə olunan, yəni keçdiyimiz tədris proqramına əsasən bu yeganə bəhrdə olan xəfifdir. Xəfifdə düzdür, var bir neçəsi. Rəcəzdir, müctəzdir. Bunlar çox az istifadə olunan bir bəhrlər olmuşdur. Yaxşı yoldaşlar, indi gəlin görək. Dedik ki, əruzdadır. Ümumiyyətlə belə bir sualla rastlaşa bilərik ki, Cəfər Cabbarlının lirikasında biz ancaq lirik şeirlər tərənnümün üstünlük təşkil etdiyi şeirlərlə mi qarşılaşırıq? Təbii ki, yox. Cəfər Cabbarlının yaradıcılığında həm də satirik şeirlər var. Hansı ki, biz o satirik şeirlərdə sanki bir Sabirin davamçısını görürük, düzdürmü? Cəfər Cabbarlını bir Sabir mövqeyindən görə bilirik, satirik şeirlər baxımından. Yəni, yalnız lirikası yox, eyni zamanda satirik şeirlər də var. Biz onu dramaturq kimi tanıyırıq, ən çox ədəbiyyatımızda dram əsərlərini gözəl yazan bir sənətkar kimi. Eyni zamanda satirik şeirlər də var. Həmçinin Azərbaycan dilinin bir dil olaraq dilimizin zənginləşməsində də böyük xidmətləri olan sənətkarlarımızdandır. Niyə başlayanda dedim ki, ana hansı bəhirdədir? Əruzdadır, vəzindədir daha doğrusu. Əruzda yoxsa heca vəznində? Çünki biz bilirik ki, sərbəst şeir bunun yaradıcında yox idi. Sərbəst şeir gələcək bizə Rəsul Rıza ilə. Sonra Səməd Vurğun istifadə edəcək, daha sonra isə digər sənətkarlarımız istifadə etmiş olacaq. Bəs bu əruzda olanlarda adətən biz beyt şəklini görürük, düzdürmü? Amma bu şeirimizin şəkli nədir? Şeir vahidi nədir? Şeir şəkli nədir? Şeir vahidi bənd şəkli də beşlik. Baxın, şeir vahidi bənddir, Ayson. Adətən əruzda olanlarda biz beytlə rastlaşırıq. Şeir şəklinə gələndə dörtlükdür. 4 misradan ibarət, dörtlükdür. İndi qafiyə quruluşuna gələcək. Qafiyə quruluşunu müzakirə edəcək və yadımızda saxlayacaq. Qafiyə quruluşuna gəlin diqqət yetirək yoldaşlar. Qafiyə quruluşu baxımından birinci bəndi, baxın testlərdə də qarşımıza düşə bilər ki, birinci bəndi qoşmanın birinci bəndindən eyni qafiyələnir. Bu necə fikirdir? Doğru fikirdirmi sizcə? Birinci bəndidir. Qoşmanın birinci bəndindən qafiyəsi üst-üstə düşür, eynidir. Bu düz fikirdirmi sizcə? Mənim qoşma şeirdən söhbət getmir də, yəqin ki. Qoşma, yəni janr olaraq. Mənim A, B, S, B formasındadır. Bu birinci bəndin qafiyə quruluşu, baxın, A, B, C, B formasındadır. İndi baxın, qoşmanın birinci bəndin qafiyə quruluşu necə idi? Eyni bu cür. 1 ilə 3 sərbəst idi, 2 ilə 4 isə bir-birindən, cüt bir-birindən həm qafiyələnirdi, 1 ilə 3 isə sərbəstdir. Bütöv demədim, bax, sırf birinci bəndi dedim. Çünki digər bəndlərdə bunun qafiyə quruluşu fərqlidir. Digər bəndlərdə qafiyə quruluşumuz necədir? Bax, birinci bəndi təkcə dedim. Növbəti bəndlərdə vəziyyət bu cürdür. Növbəti bəndlərdə isə, məsələn, tutalım, 3-cü olsun, 4-cü olsun, fərqi yoxdur, 3 və s. belə yazın. Baxın,
Orada da 2 ilə 4-lər, yəni cüt olanlar bir-birindən həm qafiyədir. Birinci bəndlə heç bir əlaqəsi yoxdur ha, qafiyələnmə baxımından. Öz aralarında həm qafiyədir. Məsələn, orada digər beytlərə diqqət yetirsək, məsələn, ikinci beytdə ikinci misra cahanı mənə, bir də səmanı mənə. Dördüncü misra isə səmanı mənə. Bax, görürsünüz, mənə. Məsələn, işarə eləyək tutalım ç ilə. Ç. Bunlar öz aralarında həm qafiyə oldu, 2 ilə 4. Sonra 1 ilə 3-ə baxırıq. 1 ilə 3 isə sərbəstdir. Məsələn, ev və v. Ürəyimiz istəyən rəqəmləri qoya bilərik. Yəni, bəndlərdə hər hansı bir-biri ilə qafiyələnmə məsələsi yoxdur. Amma qoşmada təbii ki, bu belə deyildi. Digər bəndlərdə, sonraki bəndlərdə ilk üçü misra öz arasında həm qafiyələnirdi. Sonuncu gəlirdi birinci bəndin ikinci və dördüncü misrasından həm qafiyə olmuş olurdu. Burada isə hər bir bəndin özünün xüsusi qafiyə quruluşu belədir ki, 2-4 öz arasında hər bir bənddə, 1 ilə 3 isə hər bir bənddə sərbəstdir, fərqlidir. Bu belə. İndi keçdik növbəti məsələmizə. Mövzu məlum məsələdir. Mövzumuz nədir? Bəs ideya olaraq Tərgül müəllimə bu şeirin ideyasını nə qeyd edə bilərik? Şeirin ideyası müəllim? Aha, bəli. İdeya olaraq. Burada Mən deyim. Deyin, buyurun, fərq yoxdur, siz deyin. Qısa konkret ana adının ucalığı mən belə başa düşərdim. Yəni başqa. Aysan, olar. Nə ola bilər? Həmçinin övladın anaya qarşı böyük sevgisinin tərənnümü, düzdür? Böyük sevgisi. Övladın anaya qarşı böyük sevgisi və hörməti, izzəti. Çıxan nəticəmiz, ideyamız bu olardı. Bəs burada müəllif özünə müraciət edirmi? Və yaxud da adını çəkməsi. Adı çəkilməli yoxdur. Eyni zamanda özünə müraciət də yoxdur. Bəs yaxşı yoldaşlar, burada anaya müraciət varmı bu şeirdə? Bəli, var. Aha, anaya müraciət var. Aha. Aslında bir yaxşı. Ümumiyyətlə şeirdə xitablar var. Amma müəllifin özünə xitabını biz görə bilmirik, nə də adının çəkilməsindən rastlaşa bilmirik. Burada ananı ümumiləşmiş bütün anamız kimi, ümumiləşmiş bir obraz kimi gözümüzün önündə canlandırır. İndi gələk burada təsvir ifadə vasitəsi baxımından da gedək. Bir də neçə bənddən ibarətdir? İxtisar deyil, ona görə soruşuram. 8 müəllimə. Çünki ixtisar olanda adətən soruşmuram. İxtisar olanda biz bunu soruşa da bilməzlər bizə. Amma burada konkret olaraq bu şeirimiz 8 bənddən ibarətdir. Bu bizim diqqətimizdə qalsın. 8 bənddən ibarətdir. Qafiyəsini bildik, mövzusunu bildik. İndi keçək təsvir ifadəsinə və eyni zamanda oradakı mənaların təhlilinə. Deyir ki, müəllif, əgər bütün bəşəriyyət ədüv-ü canım ola. Ədüv-ü canım, ədüv nə deməkdir müəllimlər? Düşməni. Aha. Düşmən. Ürək süqut etməz aldığı mətanətdən. Baxın, əgər bütün bəşəriyyət insanın düşməni ola bilərmi? Hamı məni tanıyırmı mənim düşmənim olsun? Mübaliğə var, düzdür? Deməli, birinci bəndimizin birinci misrasında mübaliğəni görə bildik. Və ürək süqut etməz aldığı mətanətdən. Yəni, bütün bəşəriyyət mənim düşmənimdir. Amma mənim ürəyim aldığı mətanətdən süqut edə bilməz. Misralar arasındakı təzada baxın. Birinci misra və ikinci misra. Bunlar arasında nə var? Təzad var. Birinci misramızda isə mübaliğə var. Ümumiyyətlə, bu şeirə diqqət yetirdiyimiz zaman biz misralar arası təzada çox rast gələcəyik. Misralar arası təzada rast gələcəyik. Rica böyük xəftə məkan vermərəm gər alimlər, min il vəz edələr dəhşəti qiyamətdən. Bu, min il qiyamətin dəhşətlərindən danışmaq. Təsvir ifadə vasitəsi olaraq nə götürərik? Mübaliğə. Aysan. Yeni mübaliğə. Çünki heç kim, biz bilirik ki, insan ömrü 1000 il deyil, düzdürmü?
Yəni 1000 il onların danışması da bir mübaliğədir. Burada da mübaliğəmiz var və onlar deyir, mənə deyir qiyamətin dəhşətindən danışsalar, yenə də baxın burada rica və xəftə məkan vermərəm gər alimlər 1000 ildə vəz edələr dəhşəti qiyamətdən. Burada nə demək istəyir bu sonuncu iki misrada? İlk iki misra bizə məlum oldu. Son iki bu misramızda nə demək istəyir? Rica və xəftə məkan vermərəm gəl alimlər. Rica və xəftə məkan nə deməkdir? Deyir ki, yəni əgərdir bütün alimlər mənə deyir, yəni alçalmağım üçün məndən deyir xahiş eləsələr, deyir. Aysa. Rica xahişdir. Xəft sözünün mənası alçalmaq mənasındadır. Aysa. Və onlar deyir mənə alçalmağım üçün xahiş etsələr də, daha sonra birinci bax xahiş edirlər. Xahişlə deyirlər. Daha sonra isə nə edirlər? Qorxudurlar, düzdürmü? Deyir qorxudurlar. Qiyamətin dəhşətindən qorxudurlar. Bax bir xahiş etmək, kimdənsə nəyisə xahiş etsən. Bir də qorxutmaq. Bu da təzaddır, düzdürmü? Ona görə baxın, həm birinci, ikinci misra arasında təzad var. Həm də üçüncü və dördüncü misra arasında təzad var. Eyni zamanda inversiya var, o məlum məsələ, o rahatlı tapırıq. Daha sonra mübaliğəmizi də biz görmüş olduq. Yaxşı, birinci bəndin ümumi məzmun rahatdır. Təsvir ifadə vasitəsi olaraq da biz bunu qeyd etmiş olduq. Gələk indi ikinci bəndə. İkinci bəndimizdə təsvir ifadə vasitəsi olaraq gedək, həm də məna baxımından gedək. Görək ikinci bəndimizdə bizim nə var? Fələklər tuta dövrün çəkinmərəm haşa. Burada sizcə təsvir ifadə vasitəsi olaraq nədən istifadə olunur? Pələnglərin dövrümü tutması və çəkinmərəm haşa. Burada pələnglər deyəndə metonimiya niyə dedirsiniz? Nə baxımdan dediniz? Məncə burada yəni həmin dövrdə Sovet imperiyasındakı nəzərdə tutulan Rusları nəzərdə tutur, doğrudur. Bax burada həm burada mübaliğə var. Mübaliğə deməzdim amma yox, metonimiya deyərdim. Pələnglər tuta dövrüm çəkinmərəm haşa. Mübaliğə kimi yox. Düşünmək doğru gəlməz. Metonimiya kimi. Çünki burada pələnglər deyəndə o rusları nəzərdə tuturdu. Və deyir, onlar mənim dövrümü tutsalar da, ətrafımı tutsalar da, mən deyir, əsl deyir, çəkinmərəm. Və ya vəd edələr dövləti cahanı mənə. Bax, təhdid də etsələr, mənim tutacaqlar da məni. Təzada baxın, məni tutacaqlar. Və yaxud da mənə bütün dünyanın, cahanın naz neymətini, var dövlətini verəcəklər. Təzadı gördük. Və ki, bir kəsə baş əyib iczimi bəyan edim. İczimi bəyan edim demək nə deməkdir? İciz nə deməkdir ümumiyyətlə? İciz sözünün mənası. Acizlik. Acizlik mənasında. Deyir, mənə desələr ki, kiminsə, hər hansı bir kiminsə qarşısında baş əy, yəni onun qarşısında aciz olduğunu göstər. Bəs mən əylərəmmi? Müəllif necə cavab Burada deyir ki, yəni mənə deyir, nəinki deyir, mənə deyir, var dövlətdir, hətta deyir, yerlə bərabərdir, göyü də versələr, yenə də deyir, əyilmərəm. Aha, deyir, yeri də versələr, səmanı da versələr, yenə bax, yer və səma yenə təzad yaradıbdır. Və mənə deyir, bütün deyir, dünyanın, bayaq deyir, var dövlətin, cahanın var dövlətini, eyni zamanda da həm yeri də mənə versələr, göyü də mənə, səmanı da mənə versələr, yenə də deyir, mən əyilmərəm. Yəni, burada da yenə təzadı görmüş olduq. Metonimiyanı görmüş olduq, təzadları görmüş olduq. Dünyanın var dövlətinin mənə verilməsi, bu da mübaliğədir. Nə qədər verə bilərlər, mübaliğənin də olduğunu qeyd edə bilərik. Keçək indi növbəti 3-cü bəndimizə. Yanımda gər dura cəllad əlində şəmşiri. Şəmşir düzdür. Bunu çox yer qılınc kimi verir. Qılınc kimi. Qədim dövrdə amma bu bir silah olubdur. Tam da qılınc deyil əslində. Şəmşir. Düzdür, şəmşiri çox yerdə qılınc kimi verirlər. Şəmşiri, onun şəmşiri, qılıncı. Amma qədim bir silah kimi də gedir. Bu qılınca bənzəyibdir. Məncə tam bu qılınc deyildi, amma qılınc kimi verirlər bunu. Əlimdə deyir, bir cəllad qılıncınla dursa, ölümün
gücü ilə mənə hökm eləsə ki, Mənə gəlmişəm dedi, də artıq təslim. ölməlisən. Ay sağ ol. Yəni sənin canını almağa gəlmişəm və yəni sən acizliyini Bir bəyan əyilmədən elə də, amma deyir yenə də mən deyir əyilmərəm. Ölüm nədir ki mənə görə? Yəni ölümü heçə sayır. Ölümü heçə saymaq biz görürük ki, Vətən oğullarımız şəhidlər poemasında öz canlarını, yəni ölüm onlar üçün heç idi və ölümün ağuşuna atıldılar. Burada da deyir ki, ölüm nədir ki? Mən onun deyir, təsirinə düşüm ki, qorxum ki, öləcəmsə mən bunu edim. Bəs orada deyirik, gücü ilə xalqa həqiranə eyləyim tənzim. Bu bədii sualdır, yoxsa bədii sual deyil? Bu bədiidir. Bu bədii sualdır. İndi Burada orada cavab verilmir. bədii sual olmayanlar da var. Ona görə o məsələni xüsusilə dedim. İndi bədii sual olmayan hissələr də var. Ona da toxunacağıq. Yəni nə olsa da, neynəsə də, cəllat da durdu, nə baş verdi, yenə də mən heç kimin qarşısında əyilmərəm, heç kimin qarşısında aciz, zəif olduğumu bildirmərəm. Daha sonra keçirik növbəti bəndimizə. Deyir, cahanda yox elə bir qüvvə, baş əyim ona mən. Yəni, elə bir qüvvə tanımıram ki, mən onun qarşısında baş əyim. Amma deyir, bir varlıq var. Bir varlıq. O varlıq kimdir? Aysa, o varlığı necə təqdim edir? Güclü və zəif. Baxın, yenə də təzad. İkisi bir yer, təzad. Aysa, yenə də təzaddan istifadə edir. Fəqət deyir, bir varlıq var deyir, güclü və zəif. Və mən nəyə hazıram o güclü və zəif varlığın qarşısında? Neynəməyə hazıram? Ayağının altındakı bir torpağı öpməyə. Aysan, hakipay, yəni ayağının altındakı torpağı öpməyə belə hazıram. Təsəvvür edin. Nəinki əyilmək, onun ayağın dəydiyi o torpağı öpməyə belə hazıram. Ki, bir dənə onun qarşısında əyilərəm, ona acizliyimi, zəifliyimi onun qarşısında etiraf edə bilərəm. İndi baxın, burada deyir ki, sual verir. Kimdir o, nədir o? Təkrir var, bax burada. Görürsünüz, kimdir o, nədir o? O, onun işlənməsi təkrirdir. Bəs bu bədii sualdırmı? Xeyr, müəllimə, burada cavabı növbəti bənddə onun cavabını verir. 5-ci bənddə onun cavabını verir ki, kimdir o, nədir o? Ana, ana, o adın qarşısında deyir, əyilməyə hazıram. Yəni, burada artıq, deməli, bədii sualla yanaşı qrammatik sual da var. Məsələn, düşsə ki, şeirdə istifadə olunan bütün suallar bədii sualdır, yanlış fikirdir. Çünki qrammatik sualdan da istifadə olunduğunu biz görə bildik. Yaxşı, ananın qarşısında həmişə deyir, mən neynəməyə hazıram? Bir səcdədə olmaq deyir mənə, deyir fəxarətdir. Aha, və onun qarşısında deyir, mən həmişə deyir, bir qul kimi olmağa da, qul olmağa hazıram. Qul tək burada təşbihdir. Anafora var, gördüyümüz kimi təşbih var və onun deyir, qabağında deyir, qarşısında deyir, mən səcdədə olmaq mənim üçün deyir, bir fəxrdir, fəxarətdir. Və burada sonra yenə iki misra arasında təzad yaradır. Ananın əlindən ona nə gəlsə, müəllif onu nə hesab edəcək? Deyir, mən o deyir, bəla bəhrinə deyir, yuvarlansam, deyir, elə bilərəm ki, deyir, istirahətdəyəm. Aysan, bəla bəhrinə. Bəhr nədir? Dəniz. Aysan, böyük dəniz mənasındadır. Aysan. Deyir ki, mən deyir, onun əlindən, yəni bilirəm ki, bu anamdan gələn bir mənə pislikdir. Çünki deyir, bilirəm ki, müəllifin əslində qavradığı ana obrazı, ümumiləşmiş ana obrazı odur ki, analar heç vaxt bilərəkdən övladına pislik eləmir. Əgər nəsə bir pislik gəlirsə də və onun əli ilə bəla dənizinə yuvarlansam belə, yenə mən deyir, özümü harda hiss edəcəm deyir, istirahətdə hiss edəcəm. Bax, bəlaya yuvarlanmaq və özünü istirahətdə hiss etmək yenə təzaddan istifadə etmiş olubdur. Anaforanı gördük, sonra qul tək təşbihi gördük, təzadı gördük. Inversiyamız da var, onun heç. İndi gələk növbəti bəndimizə. Burada artıq müəllifin müraciətlərini görürük. Müəllif müraciət edir.
6-cı bənddə nələrə müraciət edir? Artıq bildik ki, Küləyə, müəllif kimin ildırıma. qarşısında əyilə bildi. Bura qədər əyilə bilməyəcəklərini qeyd edə gəldi. Artıq 5-ci bənddə biz bildik ki, o ananın qarşısında 4-cü bənddə açıqlamağa başladı ki, bir vücud var ki, onun qarşısında ayağının altına belə torpaq öpməyə hazıram. 5-də isə açıqladı ki, o anadır ki, onun qarşısında mən həmişə bir qul kimi hazıram. Hər bir şeyə hazıram. Onun quluyam. Növbəti bəndlərimizdən, 6-cı bəndlərdən artıq bunun müraciətləri başlayır. Nəyə müraciət edir və nə deyir müəllimlər? Nələrə müraciət edir orada? Burada müəllim təbiətdəki mövcud olan, yəni varlıqlara, istər külək olsun, dəniz olsun, hər birə müəllim elə yəni ən pis halı ilə təzahür etməsini istəyir. Yəni bunlar mənim üçün yəni yenə də heç nədir deyir. Yəni külək var, ildırım var, dəniz Gəlin, var. burada müraciət etdiklərinə hamısına baxaq. Deməli, burada küləyə müraciət edir. Deyir, əs ey külək, bağır. Burada küləyin əsməsi bu bilirik ki, normaldır. Külək əsir. Bəs küləyin bağırması artıq nədir? Metafor. Deməli, metafordur. Əsməsi heç, amma bağır deyir orada həmçinin küləyə. O artıq metafordur. Ey bəhri biyaman ləpələn. Bəhri biyaman nədir? Amansız dəniz. Ay amansız dənizdir, ləpələn. Bu dənizin dalğalarıdır da ləpələnən əslində. Dənizin ləpələnməyi. Atıl cahana ey yıldırım alış parla. Burada ildırıma müraciət var və ildırımın cahana atılması nədir burada? Burada da metafordur. Ay sağ olun. Bu ildırıma da müraciət yazaq və burada da metafordur. Alış parla. O parlaması normal, yəni o ildırım çaxanda görür ki, belə işıq yanır da sanki. O normal, amma atılmaq metafordur. Sonra səmaya müraciət varmı? Bəli, var. Səmaya müraciət edib nədir? Bir çatla dağı. Aysan deyir, ey səma deyir, ey taqi səma, gürulda, çatla və dağıl. Burada bəs nə var? Ey günəş, ey bulud. Deməli, bu da müraciətdir də, xitab. O da yenə bax, deməli səmaya da müraciət var. Sonra günəşə də müraciət var. Günəşə çox yerdə müraciət var şeirlərdə. Sonra yağışa müraciət varmı? Deyir, yağışını yağdır ey bulud. Ey bulud. Bax, burada buluda müraciət var, amma yağışa müraciət yox. Olimpiyada suallarının birində bunu salmışdılar. Deyir ki... Yağış müəllim Kərim Müşfiqdə deyildi. Orada müraciət var. Deməli, Olimpiyada suallarının birində salmışdı bu şeirlə bağlı və variantların birində yazılmışdı ki, küləyə, ildırıma, səmaya, günəşə müraciət edir. Belə fikirləşəndə deyirsən ki, təbiət hadisələrində də səma, günəş hamısı, yağış da içində belə gedirsən. Amma orada deyir ki, yağışın adını çəkir. Amma buluda müraciət edib deyir ki, ey bulud sən ağla. Buluda deyir yağdır. Ey bulud sən ağla. Metafor yenə buludun ağlamağı və yağışını yağdır. Yağışa müraciət eləmir. Günəşə edir. Səmaya edir. Sonra ildırıma müraciət var, dənizə müraciət var, küləyə var, amma yağışa yox. Bax, bu məsələni bir dəfə Olimpiyada suallarında salmışdılar. Burada da diqqətli ol. Yəni, bol-bol nəyi gördük? Metaforları gördük. Ey təkrir deyə bilərikmi? Deyə bilərik. Təkrirləri də gördük. İnversiya da var. Belə. İndi keçək növbəti bəndimizin təhlilinə. Növbəti bəndimizin təhlilində 7-ci bənddə. Bəs bu baş verən hadisələr, yağsa, göy aləm bir-birinə qarışsa, nə bilim, bu baş verən hadisələr müəllifə, lirik qəhrəmana təsir edə bilərmi? Deyir, bunlar deyir, mənə deyir, əsər eləyə bilərmi? Deyir, əsla yox. Aha, bəs indi deyin görün, bu bədii sualdırmı? Bunlar mənə əsər edərmi? Xeyr, burada cavabı gözlənilmir. Çünki deyir, yox. Yəni, bunlar mənə təsir edə bilməz. Bu da bədii sual deyil, qrammatik sualdır gördüyünüz kimi cavabı var.
Və burada yenə təkrir var. Buradakı təkrir amma epifora. Deməli, təkririn hər iki növünü gördük burada müəllimlər. Həm anaforanı gördük, həm də epiforanı gördük, düzdürmü? Ana deyirdik, yadınızdadır? Ana. Anafora deyilən. Aha, bax bu anafora idi. 5-ci bəndimizdə anaforanı gördük. Artıq burada 7-ci bənddə isə biz epiforanı gördük. Sonra yenə epifora olmalı idi. Ey məsələsi epifora idi. Ey yıldırım, yox, ey yıldırım deyildi orada. Müəllimə, Ey günəş, ey bulut. Bəli. burada ana ilə başladı birinci misra, sonra həmişə ilə başlayır ikinci misra. Həmişənin yerinə ana ilə yenə başlasaydı, bu da yenə anafora hesab olunacaqdı. Başa düşmədim sualınızı. Bənddə elə bil, Məncə elə bil bəndə ki, misraların əvvəli eyni sözlə başlayanda da anafora deyirəm hesab olunur. Aha, eyni fərqi yoxdur, hə. Həm alt-alta olsa da anaforadır müəllimə. Eyni zamanda qarşı-qarşıya da olsa. Məsələn, şeir var. Dediyim o idi. Aha, hə, başa düşdüm. Məsələn, nədir gözlərində dərin baxışlar, nədir? Belə olanda da bəndlərdə, beytlərdə də, bəndlərdə də fərqi yoxdur. Bu da anafora hesab olunur. Qarşı. Məsələn, Vaqifdə var idi, məşhur ən çox düşən testlərə düşən abituriyentlərə düşür. Aparın onu zindana, gözdağı çəkdirin Azərbaycana. Burada hansı təsvir ifadə vasitəsi var? Aparın. Bu təkrirdir, anaforadır. Həmçində inversiyadır. Aparın. Gözdağı çəkdirin Azərbaycana. Bu da metonimiyadır. Yəni Azərbaycan əhalisinə, Azərbaycanlılara, Azərbaycandakılara gözdağı çəkdirin. Cəza verir. Bəli. Yaxşı. İndi gələk növbəti 7-ci bəndimizi təhlil edək və müəllif burada qrammatik sual deyir ki, yəni bunlar da deyir, mənə deyir. Heç bir təsir eləməz. Amma ananın deyir, artıq qarşısında mən acizəm. Ananın ümumiyyətlə, ananın bir varlıq olaraq müqəddəsliyi məsələsinə toxunulurmu ki, analar müqəddəsdir? Xeyr, elə bir şey yoxdur. Sadəcə emosional tərənnümdür də burada. Dəqiq, ananın müqəddəs olduğu qeyd olunmur burada. Xeyr, müqəddəslik deyilmir axı. Sadəcə ucalığa deyir axı. Deyir ki, o müqəddəs adın qabağında. Ananın Fəqət adı ana belə. o müqəddəs adın qabağında. Ay, sağ olun. Yəni ucaldır da, yəni orada. Ananın adının belə müqəddəs bilir. Ananın özü müqəddəsdir, o heç. Ana adını belə, adın özünü belə müqəddəs bilir, bu cür dəyərləndirir. Yadda saxlayın. Yəni onun müqəddəsliyini bu cür. Yaxşı, sonra burada ana laylasına toxunulurmu? Var mənim. Aha. Bəli, orada deyir, laylay deyirlər. Aha, Aysa ana laylasına toxunur və deyir ki, o mən deyir, təkdir. Bağrına bassın, mənə laylay desin və həmin o laylayın qarşısında onun təbəssümünün olması. Bu bilirsiniz bizə hansı əsəri xatırladır? Manqurtu. Manqurtda orada ona laylay deyir. Malakumçuqda. Nəsə o yerin adını heç deyə bilmirəm. Yəni orada oğluna həm oxşuyur, başını oxşuyur, dizinin üstə qoyur, ağı deyir, həm də laylay deyir. Orada laylay deyəndə sanki oğlan... O da elə bilir ki, nəsə olur onun gözlərində. Hə, Aysan, biraz belə deyim də, necə deyim, o işıltımı, bir təbəssümmü laylay deyəndə, bax, burada da var o məsələ, orada da var. Yəni, insan nə qədər manqurtlaşsa da, nə olsa da, o ana laylayı elə bir şeydir ki, o insanın deyir, sümüyünə işləyir. Yəni, beyninə yox, birbaşa sümüyünə, iliyinə, bütün bədəninə işləyir deyirlər. Ana laylasının bu qədər müqəddəsliyindən danışır və burada da ona toxunur. Bu təbiət hadisələrinin mənə elə bir təsiri olmur. Amma ananın laylasının, o nə baş verir, baş versin. Yəni, elə bil burada da bir təzadlıq görürük, düzdürmü? Təbiət hadisələrində nə baş verdi. Amma o ananın laylası mənim deyir artıq üzümdə, dodaqlarımda bir təbəssüm yaratdı, düzdür? Daha sonra keçirik növbəti sonuncu bəndimizə. Sonuncu bənddə
Bütün vücudum əsər, ruhum eylər pərvaz. Yəni burada müəllif ananın qarşısında deyir, yəni mənim onun qarşısında, anaların qarşısında ümumiyyətlə, ümumiləşmiş anaların qarşısında vücudum əsir, yəni ruhum pərvazlanır, pərvaz edir. Uçar səmalara o aləm xəyalətdə. Yəni inversiyamız var. Aləm uçar səmalara aləm xəyal. Mübaliğə adlandıra bilərik müəllimlər? Ruhun səmalara uçması. Mübaliğə götürə bilərikmi? Müəllim, məncə yox. Eşidirsiniz Ola mi? bilər də. Hardasa mənim hesab eləmək olar da ruhun səmaya uçmağı. Ruhumun səmalara Həqiqətdə ölmək mənası deyir. Müəllim, məncə yox. Ola bilər də elə bir şey. uçar səmalara o aləm xəyalət. Amma aləm xəyalətdə, xəyal aləmində olduğunu da deyir də öz orada. Aləm xəyalətdə uçar. Amma səmalara ruhum uçar desəydi, hə. Amma xəyalətdə, xəyalda uçar. Özü deyir elə bil açıqlayır. Açıqlayırsa yox, mübaliğə götürmürük. Və yatar ölər bədənim, nitqdən düşər bir söz, ana, ana, sənə rahibəm itayətdə. Burada belə bir söz desəm ki, müəllimlər, ananı belə deyək də, Tanrıya, Allaha bənzədir. Bu doğru fikirdirmi? Xeyr. Deyir, mən deyir rahibəm itayətdə. Bəlkə də Allah Rahib qarşısında nədir? biz Ömrünü rahiblər ibadət. də gedir. Allaha dua edir, onlara baş əyir də. Bəlkə də Yəni rahiblər həmişə ibadətlə məşğul olanlar, ömrünü belə deyim də, o ruhanilər kimi, yalançı fırıldaqçılar kimi yox da, həqiqətən o din yolunda ibadətlə, ömrünü ibadətlə keçirən adamlar rahiblərdir. Və burada deyir, sənə rahibəm. Özünü rahibə bənzədir. Özünü rahibə bənzədir sonuncuda. Ananı isə Tanrıya bənzədir. Bu fikir tamamilə doğrudur. Çünki sən mənim üçün, ana deyir, insan üçün, mənim üçün Tanrıdır və mən də deyir, ölənə qədər ümumiyyətlə onun xidmətində rahibəm. Ona həmişə itaətdəyim. Yəni bu doğru fikirdir. Bax bu bizə hansı bəndi xatırladır? Pəridə deyir, Vaqif. Ovçusu olmuşam sən tək maralın. Ovçusu olmuşam sən tək maralın. Özünü ovçuya bənzədir. Özünü ovçuya bənzədir. Mən neçənci bənddədir o? Səhv eləmirəmsə 4-cü bənd olmalıdır. Ovçusu olmuşam sən tək maralın. Hə. Qızı marala bənzədir. 4-dədir. 4-dədir. Özünü ovçuya, qızı marala. Bax burada da müəllif, lirik qəhrəman özünü rahibə bənzədir, ananı isə Tanrıya bənzədir. Bu da belə tamamladıq. İndi müəllimlər, bu əsərlə bağlı nəsə sualımız, qaranlıq qalan bir hissə varsa, buyurun, sual verin, təhlil edək. Yoxdursa, keçək növbəti əsərlərimizə. Məncə bir şey qalmadı. Bir şey də qaldı. Bir şey də soruşum. Rədif təkrir məsələmizdə soruşacağım sizdən. Şeirdə rədif varmı? Var müəllim, ana. Rədif anadır da elə. Yox. Bax, qafiyələnməyə diqqət yetirin. Orada qafiyədən sonra təkrarlanan yoxdur. Sözüydü rədif. Ay sağ olun. Rədif yoxdur. Amma təkrir var. Təkrirlər var idi. Həm epifora var idi, həm Təkrirlər hansılar? Necə? Təkrirlər hansı? Ana məsələn. Anafora idi. Daha sonra sonda təkrir var. Ey var idi, o epifora idi. Yox var idi 7-ci bənddə. Bax o təkrirlər idi. Təkrirlər var. Sonra kimdir o, nədir o? Burada epifora var. Epifora, yəni sonda təkrardır. Bu da var. Yadda saxlayın. Bəzən testlərdə düşür ki, bu rədifə görə adlandırılıb. Yox, rədifə görə adlandırılmayıb, yadınızda olsun. Mövzuya görə adlandırılıbdır bu. Ana mövzusu anadır deyil, mövzuya görə adlandırılıbdır. Və təkrir var, rədif yox. Yadda saxlayın. Buyurun. Müəllim, janrı müəyyən edilməyib də. Nəyi?
Yəni bilmirik onu. Janrını bilmirik. Yox. Məsələn, biz bütün şeirlərin janrının olması şərtdirmi deyə bir məsələ var. Bu şərt deyil. Məsələn, adi biz Qafqaz müsəlmanlarına xitabı keçdik. Onda da janr yox idi. Konkret janr yox idi. Daha sonra Türkün nəğməsini keçdik. Bax, orada da janr yox idi, düzdürmü? Vəzn var idi, Həyat sevgisi də elədi. Həyat sevgisi elədi. Əhməd Cavadın Azərbaycan bayrağına elədi. Qoşma kimi qafiyələnsə də qoşma deyil. Sonra Azərbaycan şeiri elədi. Çoxdur. Janrı konkret məlum olmayan şeirlərdir. Janrı olmasa da vəzni və bəhri bizə məlum. Başqa sualımız var? Yaxşı, yoxsa onda